Salam əziz dinləyicilər, xoş gördük hər birinizi. Bildiyiniz kimi Azərbaycan mətbəxinin ən sevilən yeməklərindən biri kababdır. İstər ailə süfrəsində, istər dostlarla piknikdə, istərsə də xüsusi günlərdə kababın özünə məxsus yeri var. Manqalın üzərində bişən ətin qoxusu, tüstüsü və dadı bir çox insan üçün əvəz olunmazdır. Amma kabab yeyərkən çoxumuzun etdiyi bir vərdiş var. Kababa bol-bol duz vurmaq. Bəziləri əti bişirməzdən əvvəl çox duzlayır. Bəziləri isə kabab süfrəyə gəldikdən sonra üzərinə yenidən duz səpir. Üstəlik kababın yanında duzlu turşular, duzlu salatlar, souslar və digər duzlu qidalar da ola bilər. Bəs bütün bunlar orqanizmimiz üçün nə deməkdir? Kababı çox duzlamaq həqiqətən zərərlidirmi? Gündə nə qədər duz qəbul etmək lazımdır? Çox duz qan təzyiqini necə yüksəldə bilər? Böyrəklər artıq duzdan necə təsirlənir? Və ən maraqlısı, duzdan başqa kababın özünün bişirilmə üsulu ilə bağlı hansı məqamlara diqqət etmək lazımdır? Bu videoda bütün bunlardan ətraflı danışacağım. Odur ki, videonu sonuna qədər dinləməyi, bəyənməyi və kanala abunə olmağı unutmayın. Çünki sonda kababı daha düzgün və daha sağlam şəkildə necə hazırlamaq və yemək barədə praktik məsləhətlər verəcəm. İlk növbədə duz haqqında danışmaq istəyirəm. Duzun tərkibində sodium var və sodium orqanizm üçün tamamilə lazımsız maddə deyil. Əksinə, orqanizmin normal fəaliyyəti üçün müəyyən miqdarda sodiuma ehtiyacımız var. Sodium maye balansının, sinir impulsunun ötürülməsinin və bir sıra normal fizioloji proseslərin qorunmasında iştirak edir. Problem sodiumun özü deyil, əsas problem onun həddindən artıq qəbul edilməsidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, böyüklər gündə 2000 mg-dan az sodium, yəni 5 qramdan az duz qəbul etməlidirlər. Bu miqdar gün ərzində yediyimiz bütün qidalardan gələn duzu əhatə edir. Yəni, bu yalnız kababın üzərinə səpdiyimiz duz deyil. Gün ərzində çörəkdən, pendirdən, turşudan, souslardan, kalbasadan, konservlərdən və digər qidalardan aldığımız duz da bu ümumi miqdara daxildir. İndi təsəvvür edin, gün ərzində artıq müxtəlif qidalardan duz qəbul etmisiniz. Axşam isə manqal süfrəsi açılır, kababın üzərinə əlavə duz səpilir, yanında turşu olur, bir qədər duzlu pendir yeyilir, üstünə müxtəlif souslar əlavə edilir. Beləliklə, insan fərqinə varmadan gün ərzində tövsiyə edilən miqdardan daha çox duz qəbul edə bilər. Bəs çox duz orqanizmə nə edir? Ən mühüm məsələlərdən biri qan təzyiqidir. Yüksək sodium qəbulu qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər. Qan təzyiqinin uzun müddət yüksək qalması isə ürək-damar sistemi üçün əlavə yük yaradır. Yüksək sodium qəbulu yüksək qan təzyiqi və ürək-damar xəstəlikləri, insult və böyrək xəstəlikləri riskinin artması ilə əlaqələndirilir. Ona görə də kababa çox duz əlavə etmək məsələsinə yalnız dad məsələsi kimi baxmaq düzgün deyil. Əgər insan hər gün və ya çox tez-tez çox duzlu qidalar yeyirsə, ümumi sodium qəbulunu nəzərə almaq vacibdir. Xüsusilə qan təzyiqi yüksək olan insanların duz qəbuluna daha çox diqqət etməsi lazımdır. Burada çox mühüm bir məqamı da qeyd etmək istəyirəm. Bir dəfə duzlu kabab yeməklə insanın dərhal hipertoniya və ya ürək xəstəliyinə tutulduğunu demək düzgün deyil. Problem daha çox ümumi qidalanma vərdişləri və uzun müddət ərzində həddindən artıq duz qəbuludur. Yəni, əsas məsələ bir dəfə kabab yemək deyil. Əsas məsələ hər dəfə kababı həddindən artıq duzlamaq, gün ərzində digər duzlu qidaları da çox qəbul etmək və bunu davamlı vərdişə çevirməkdir. Deməli, sağlamlıq baxımından kababa yalnız duzlu və ya duzsuz kimi baxmaq kifayət deyil. Duzun miqdarı da önəmlidir. Bişirmə temperaturu da, bişirmə müddəti də və ən əsası insanın ümumi qidalanma vərdişləri də. İndi isə çoxlarının maraqlandığı suala cavab verək. Kababı tamamilə duzsuz yemək lazımdırmı? Xeyr, məqsəd bütün duzu həyatımızdan çıxarmaq deyil. Məqsəd həddindən artıq duz qəbul etməməkdir. Buna görə də kabab hazırlayarkən duzun miqdarına nəzarət etmək daha düzgün yanaşmadır. Məsələn, kababa çox miqdarda duz əlavə etmək əvəzinə müxtəlif ədviyyatlardan, göyərtilərdən, soğandan
və digər dadlandırıcılardan istifadə etmək olar. Unutmayın, dadlı olması üçün yeməyə həddindən artıq duz lazım deyil. Kababın ləzzətini yalnız duz deyil, ətin keyfiyyəti, düzgün bişirilməsi, ədviyyatlar, göyərtilər və hazırlanma üsulu da müəyyən edir. Əgər bu video sizə faydalı oldusa, videonu bəyənməyi, kanala abunə olmağı və məlumatın faydalı ola biləcəyini düşündüyünüz insanlarla paylaşmağı unutmayın. Sağlam qidalanmada əsas məsələ bir qidanı tamamilə qadağan etmək deyil, düzgün miqdarı və düzgün vərdişi seçməkdir.